Hanım, saygıdeğer hocalarım, değerli konuklar, sevgili öğrenciler. İran Türkleri Platformu, Hazar Medeni Kültür ve Toplumsal Aydınlanma Derneği ve TEBERE'nin katkılarıyla Ankara Hacı Bayram Milli Üniversitesi Edebiyat Fakültesi Tarih Bölümünün ev sahipliğinde düzenlenmiş olan kuruluşunun 73. yıl bölümünde Güney Azerbaycan Milli Hükümeti konulu panelimize hoş geldiniz, şeref verdiniz. Şimdi diğer arkadaşımıza, Emir Berdani arkadaşımıza söz verelim. Salamlar, sayılar, hörmətli, əziz və dəyərli iştirakçılarımız, sağ olun, buraya gəldik və bizi dinlədiyiniz üçün. İlk öncə, sanırım inşallah 10 dəqiqəmi mən sürəmi bitdikdən öncə sözlərim bitsin və sürəmdən çox zaman almayam. İlk öncə təşəkkür və sayğılarımı bildirmək istəyirəm toplantının qurucularına, hörmətli İran Türklər Platformu, Xəzər Dərnəyi və Tarix Araşdırmalar Mərkəzindən və əlbəttə ki, təbii başlı olaraq Hacı Bayram Vəli Universitesindən ki, bizi dəvət edib və bizə burada qonaqpərvərlik edirlər. Gerçi, əlbəttə film belə buyurdular, mən Azərbaycan Türkçəsindən danışacağım, inşallah ki, sözlərimin hamısını çatdıra biləm sizə. Sözlərə başlamadan öncə bir çox gözəl bir məsələdir. Universitetdə danışmaq və universitetdə olmaq. Universitet və öğrencilər, məndən yaxşı bilirsiniz də, bir çox azadlıq hərəkatlarına səbəb olmuşdurlar, olurlar və olacaqlardır. Öğrencilər hər zaman öncül və başda getmişlər. Tabii dünyanın hər bir yerində fərqli metodları da olabilir, amma genel olaraq eynidir. Öğrencilər və universitet toplumun səsini dinləyib, toplumun istəyin, elitə, nə bilim, sorumlulara, məsullara çatdırmaqdadırlar. Və o yüzden də bir çox öğrenci, bir çox zaman baskılara məruz qalıb, özəlliklə hükümətlər nə qədər totaliter, nə qədər diktator olurlar, başda İran hüküməti olaraq, bu baskılar çox olur və öğrencilər bir çox baskılara məruz qalır. Şəxs mənim üçün başqa bir gözəlliği və yaxşılığı da vardı. Ben bilirsiniz, bir çox Güney Azərbaycan olan yoldaşlarımız ki, burada iştirak etmişdilər. Bir çoxu qaçqındırlar və doğma vətənlərindən uzaq diyarlarda yaşayırlar. Mən özüm şəxsən İsveçdə bir çox yoldaşımız, Almaniyada və Türkiyədə və başqa yerlərdə. Bu qaçqınlıq, yəni Güney Azərbaycan türklərinə gəldiyimizdə siyasi fəaliyyətlərdən olur. Dedim, mənə bir çox gözəl anlamı vardır universitetdə danışmaq. Mən sorumluluğunu daşıdığım, sözlülüğünü daşıdığım təşkilat bir öğrencisel təşkilatıdır. Yaranmaq etibariyle günündə 2006-cı ildə, gerçi sonralar daha formalaşır, amma yəni, hər zaman özümüzü universitetlərə və öğrencilərə bağlı bilmişik. Bu üçün çox gözəldir və gerçəkdən minnətdarlığımı 2 qat sunuram hörmətli quruculardan. Bir ayrı məsələ toxunum da, hörmətli Firidun bəy də mənə öncə toxundular. 21 Azər məsələsinə gəldiyimizdə çox tarixsel mən girişim yapmaq istəmirəm. Sözlərim daha çox Güney Azərbaycan milli hərəkətinə, var olan milli hərəkətlə indiki durumumuza ilanda toxunmaq istəyirəm. Məndən qat-qat bilimə sahib olan dəyərli hocalarım burada vardılar. Yəni mən savadım yetirməz tarixsel danışım. Çox gözəl anlattıqlar və anlatacaqlardır. Mən daha çox Güney Azərbaycan milli hərəkətinin indi olan siyasi durumunu və varlıqlarını sizin qulluqda çatdırmaq istəyirəm. Türkçəmizə fərqinə gəldiyində bir çox gözəl söz buyurdular, hörmətli Firidun bəy ki, biz öz ana dilimizdə eğitim almamışıq. Bir balaca xatirə deyim, İsveçə getdiyimizdə orada bizə dil öyrəndilər, İsveç. Çox ilginc 2 dənə məsələ ilə biz üzləşdik. Birincisi, orada biz işinə dedik ki, öz ana dilimizdə eğitim almaq haqqımız yoxdur, inanmırdılar. Üstəlik gəlgilən deyir də sayımız 30 milyon, 35 milyondurlar, daha inanmırdılar, yəni deyirlər siz abartırsınız. Bu yalan bir söz ola bilər. Necə ola bilər? 35 milyonluq bir millət, bir nüfus, bir hükümətdə, bir məmləkətdə öz ana dilində doğulduğu zamanı etibarilə öz ana dilində yazıb oxumaq bilməz. Bunu başa sıra bilmədik və qalsın ayrı bir məsələ, ilginc məsələ ki, o coğrafiyada olan Allahın Əfqanistanındakı zaman savaşlara məruz qalıbdır, orada belə mən şəxsən o zaman öyrəndim ki, bir çox millətlər öz ana dillərində öyrənirlər. Baxın bizim İran kimi ölkədə durumumuzu. Azərbaycan türkçəsinə gəldiyində bilirəm ki, çox sözlərimizi bilirsiniz. Bu sadəcə ləhcə fərqlidir, millət eynidir, türkdür. Çin əli altında məzlumcasına yaşayan Uyğur türklərimizdən tutun gəlin. Avropanın bir çox ölkələrində yaşayan türklərimiz, ləhcəmiz fərqlidir, amma dilimiz eyni, türkçədir. Bizi paramparama eləsələrdir. Gəlin Türkiyəmizə, Türkiyə hər zaman
baskılar məruz qalan digər ölkələrdə yaşayan türklərə, başda Güney Azərbaycan türklərinə bir böyük bir yardımcı, bir böyük ümid qayğısı olmuşdur. Elə bir örneği budur. 21 Azərimizi biz Türkiyədə, İranın qulağının dibində olmuş olsa belə dərdlərimizi gəlib sizlə paylaşa bilirik Türkiyədə. Bunu sadəcə bizim durumumuzda olanlar bəlkə çox yaxşı başa düşə bilsinlər. Və sonra gələn Güney Azərbaycana. Çox bir jeopolitik bir məntəqə, bir coğrafiya ki, buranın dəyərini bəlkə bizdən qat-qat öncə və bizdən qat-qat daha çox istemarçı qüvvələr bilmişdir. Biz zaman gəlib bilmədik nə gücə sahibik və nə yerdə yaşayırıq, amma istemarçı qüvvələr bizdən öncə və bizdən çox daha yaxşı bunu başa düşmüşdülər. Onun üçün də bizim əleyhimizə zaman-zaman çalışmışdırlar. Yersiz bir söhbət ki, Turanın qurulması Güney Azərbaycanın azadlığından keçir və Güney Azərbaycan madəm azad olmayıqdırsa, bu iki qanat bir-birinə gəlib çatıb uça bilməyəcəkdir. Sadəcə baxdığımızda bəlkə çox kiçik coğrafiya olsun, amma elə hər an kiçik coğrafiya iki qanatı bir-birinə vəsl edib uçuşu apara bilər və bunu da bilirlər, bizdən qat-qat öncə bilirlər. Necə ki, İngiltərə başda olaraq, bənimizə dəyərli hocalarımız toxundular, İngiltərə başda olaraq Qacar Türk İmparatorluğuna çöküşü aparıb, yəni Fars bir imparatorluq gətirdirlər ki, hala da başımıza bəla olmuşdur. Adı dəyişilibdir, İslam dünyasına, İslamçı bir hükümət olubdur, ondan öncə sanki başqa bir, amma mahiyyət eynidir. Türk deyə bir millət bu torpaqda yoxa gedib, yox olacaqdır. Bunun göstəriciləri vardır. Onun öncə xiyabani hərəkatı və s. Gəlin yetkin örnək olaraq elə Azərbaycan öz hərəkatından sonra Məhəmməd Əmin Rəsulzadəyə gəlir ki, hükümətin qurur və Güney Azərbaycanda özəlliklə ona çox böyük sayğı və sevgi bəslənir. Artıq süper güclər başa düşürlər ki, yox, sadəcə Türk İmparatorluğunu eləşdirməklə bu millət yox olmayacaqdır. Plan devam etdirilir. Gəlir yetişir, Rıza Şah bilirsiniz, İranda Farslar tərəfindən özəlliklə nə təşviqdir ki, Sülh ailəsi çox sevinir. Təbii ki, sevinəcəkdir. Çünki başda bir dənə işləri olmuşdur. Farsdan başqa bir millət bu hükümətdə, bu coğrafiyada yaşamayacaqdır. Bir Fars yaşayacaqdır, o bir millətlərin hamısı Farslaşacaqdır. O üçün Rıza Şah gəldi və sonra onun oğlu başladılar, bəlkə çox eşidibdirsizsə, gerçi hamısını eşitməyibsiniz və bəlkə də ki, eşitməyəsiniz ki, Türklərə nə qədər ağır söhbətlər elə həman dönəmdə olur. Çox acınacaqlı bir durum düşür. Oxurlar da Türklər, Türk bir 2 yaşında, 10 yaşında bir uşaq Türkçə danışdığında cəzalandırılır və pul ödəməyə məcbur olur. Cəlib bir məsələdir ki, bir Türk uşaq 7 yaşında, 10 yaşında okulda Türkçe danıştığında arkasına çok özür dilerim demək, yəni eşeğin palanını gətirib qoyurlar ki, sadəcə bu uşaq Türk dilindən, varlığından keçsin və sairələr ki, deməyə burada da yer yoxdur, sənətlərdə, arşivlərdə var. Bu millət ama bitmir, Türk milləti bitmir, gəlib pişələrini yaradır. İstematı qüvvələr yenə də görürlər ki, yox, bu millət öz azadlığından vazgeçməyəcəkdir. Pişələri gəlir bir il içində, William Douglas Amerikalı qazinin dediyinə görə bir il içində, ondan öncəki 20 ilin içindəki görən işlərdən daha üstün görür. Və sonrası da Fars hakimiyyəti tərəfindən cəzalandırılır, təqdirə layiq bilinir. Rəqəmlər fərqlidir, amma ən azından sanırım ki, 20 min nəfərə ortaqlıq bir rəqəm verilə bilər, 20 min nəfərə yaxın Güney Azərbaycanda şəhid olunur. 100 minlər insan qaçqın düşür İrana, Sovyetə və ailələr dağılır. Yenə istematçı qüvvələr düşünürlər ki, iş bitibdir, amma bu hərəkəti bitirmək olmaz. Ondan sonra orada da gəlir yetişir Kuzey Azərbaycanın istiqlaliyyəti. Hakimiyyət dəyişilibdir, Fars hakimiyyəti artıq geyinin dəyişdirib İslam Cumhurisinə çevrilibdir, amma mahiyyət, türklərə qarşı olan mahiyyət davam etdirilir. Və Kuzey Azərbaycan istiqlaliyyətini alır. Yenə də istimarçı qüvvələr, başda istimarçı qüvvələr və onların maşası olan İran hakimiyyəti yenə şaşqınlığa məruz qalır. Çünki Kuzey Azərbaycan azadlığından bir neçə gün sonra, bəlkə bir neçə həftə sonra bütün millət, Azərbaycan Türk milləti sınırların iki tərəfində yığışır
İllər boyu ayrı qalmış ailələr bir-birinə qovuşmaq istəyir. Vahid Azərbaycan sözü ortaya qoyulur. Bu millət yenə də yerində oturmaq bitməyibdir. Mübarizə, savaş davam etdirilir. Ondan sonra yenə də ayrı bir faz, ayrı bir mərhələ başlanılır. Azəri sözü ortaya qoyulur. Bu Azəri sözü təbii üstünə çox söhbətlər ola bilər. Azərbaycan türklərini deyə bilərik, coğrafiyaya aiddir deyə bilərik. Amma dünyanın hər bir yerdə fərqli qavram daşısı da İranda fərqlidir. İranda Azəri demək, bu deməkdir ki, sən Fars imişsən, Moğollar gəlib buraya hücum edib və Azəri olubsan. Yəni, Moğollarla Farslar Azəri olublar. Sən türklərsən, kəsinliklə türklərsən. Tarixə də sonra istinad edirlər, İran-Turan savaşlarına və deyirlər ki, siz nə tənha türklərsiniz ki, hər zaman türklərə də qarşı mübarizə edibsiniz və bu Azəri sözü daha da şiddətlə qabağa gedir. Amma bu Güney Azərbaycan Milli Hərəkəti yenə də ayaqda. 1365-ci il təxminən 25 il, 30 il bundan öncə Güney Azərbaycan Milli Hərəkətinin yeni davası başlanır. Daha güclü, daha hızla və öyrəncilər əlində və universitetdə. Profesor Zeytabi, Profesor Hörmətli bəy, Necavat Həyət və s. başçılığı ilə bu hərəkət yenə başlayır ayağa. Və bu dəfə İran hakimiyyəti bir şey anlayır. Artıq bu millət bir dəfəlik bitməlidir. Yəni, başqa yolların olmaz. Bir dəfəlik bitməlidir. Unuttum ondan öncə bir məsələni işarə edirəm. Quzey Azərbaycan yaranışında, Quzey Azərbaycan yarandan sonra da əlbəttə də üst-üstə düşür. Bir çox böyük bir Güney Azərbaycana yardım gəlmək başlanır. Elçilər başda olaraq. İşarə olundu, elçilər bütövçülükdən danışır. Və bu davam etdirirlərsəydi, biz çox bundan öncəki azadlığımıza çata bilərdik. Və elə bunu bildiklərindən dolayı Quzey Azərbaycana da böyük bir yara qoydular ki, Quzey Azərbaycan hala da bu yara ilə vardır, Qarabağ yaradır. Qarabağda qana axıdırlar və Quzey Azərbaycan fürsəti yoxdur, məcalı yoxdur ki, Güney Azərbaycan gəlib dəstəkçi olsun. Oradan da bizim əlimizi kəsmək istəyirlər. Bir dənə əlimiz qalır, bir dənə ümid yerimiz Türkiyə. Və bir də millət ki, bu ayaqda durmalıdır. İran hakimiyyəti bunu bir dəfəlik silmək üçün gələ bu iki yerə qalmaq qoyur. Birincisi, Urmiya faciəsi ilə, Urmiya gölü faciəsi ilə və ikincisi, İran və Türkiyə sınırın türklərdən boşaltması ilə. Bu iki yolla bir dəfəlik Güney Azərbaycan sorununu çözmək istəyir İran. Bir dəfəlik milləti məhv edib Güney Azərbaycan deyə bir coğrafiyanı xəritədən silmək istəyir. Amma ikiləyən yoldan nəzər qoyulanır. Birincisi, açıq danışmaq gərəkir. Mənsubiyyəti bəlli olan terörist qrupları Güney Azərbaycanın sınırlarında yerləşdirir. Bu qruplar orada yerləşdikdən sonra orada təhlükəsizlik yaradır. Bir çox sivil insanları belə öldürür. Türk əskərləri ki, orada məcburi olaraq gedib əskərlik edirlər, onları öldürür və beləliklə Türk ailələrə və orada sınırda yaşayan Türk ailələrə bu mesaj verir. Burası sizin yeriniz deyildir. Biz Güney Azərbaycanın batısından danışırıq. Beləliklə, Türk nüfusunu oradan köçürdüb, terörist qruplar əlindən, Kürt nüfusunu oradan köçürdüb və Güney Azərbaycanın doğusuna yaxud farslaşmış mərkəzə aparır. Beləliklə, Batı Azərbaycan toplumundan boşalır və millət gedir farsların əlinin altında köləliyə məcbur qalır. Fars ölkələr, Fars bölgələr. İkinci işi görür, Urmiya faciəsini yaratmaq istəyir və bu da bunun üstünə düşür. Urmiya faciəsi təxminən 20 il bundan öncə başlanıbdır. Dəqiqən də İran əlində mənsubiyyəti bəlli olan milləti ora yerləşdirmək də aynı üstə düşür. Urmiya faciəsində Urmiya gölünü qurutmaq istəyir və beləliklə Doğu Azərbaycan, yəni Güney Azərbaycanın doğusunu da millətdən boşaldır. Təsəvvür edin, Batı Azərbaycanı millət tərk edib gəlib Doğu Azərbaycana və s. yerlər. Artıq ora boşdur, o millət, başqa millət orada yerləşdirilə bilər. İndi Doğu Azərbaycana nedək, mən İran hakimiyyəti olaraq orada gölünü qurudaram. Duzlar bir şəkildə yer əli ilə gedir ki,
Doğu Azərbaycan duzlanacaqdır. Yer fırtınalarına baxırsınız, gözü görə bilmir. Bütün döyüş bir məntəqə İranın verdiği rəsmi rəqəmlərə görə 14 milyon nəfər Doğu Azərbaycandan köçməlidir. İranın verdiği rəqəmlər, yəni bizim verdiğimiz müxalifət olaraq verdiğimiz rəqəmlər deyir. 14 milyon nəfər köçməlidir. Harı köçəcək? Mərkəzə, İranın mərkəzinə. Və beləliklə senaryo bitir. Güney Azərbaycanı böldük iki yerə, Batı Doğu. Batını boşaltdıq yerinə o milləti, başqa milləti yerləşdirdik. Doğunu da boşaltdıq. Buranı elədik Tuzla. Deməli, Güney Azərbaycan diye bir yeri yoxdur. Burada bir Fars məkanı var. Bir də indilər son 1-2 ayın içində açıqcası deyilən Mukriyan adında bir ustan və İran deyişiklə Kürdistan-ı Şimali ya Quzey Kürdistan. Bunu İranın, çox ilginç bir məsələdir. Bunu İranın öz prezidenti Batı Azərbaycana, Güney Azərbaycana getdiyində Urmiya şəhərində bu ustanın yaranmasından dolayısıyla yad etdi. Və qalsın o terörist qruplara əllədir ki, bu yaydır. Tamam, inşallah ki, zamanını yerdən yıkımlaşdıran və toparlayan. Gələcək əsas, bundan sonradakı aşamaya gəlməkdəydim ki, Güney Azərbaycan Milli Hərəkəti indi bunun qabağında nə etməlidir? Güney Azərbaycan Milli Hərəkəti tamamən söhbətlərdən keçməli. Geç onun çalışın, müştəyə gələcək. Güney Azərbaycan Milli Hərəkəti ya bura təpkisəl olmalıdır, ya deməlidir ki, İran belədir, yəni İrana təpki verməlidir. Amma təpkini özü yaratmayaq. Nə demək? Mən sizə hücuma keçirəm, siz də hücumu dəf edirsiniz. Ya bunu etməlidir ki, zaman biz bunu etmişik və görmüşük ki, bir səbəbə çatmır, bir nəticəyə çatmır. Ya da ayrı yol seçməliyik. Normal olaraq bir təsəvvür etsək, biz bir şəxsi, bir ailəni biz yola götürdüyümüzdə desək ki, gəl çıxaq yola gedək bir yerə, bizdən 3 sual soruşacaq, 3 soru bizə verəcəkdir. 1. Kimlə gedirəm? 2. Nə ilə gedirəm? Yəni arazım nədir? Uçaqla gedirəm, maşınla gedirəm, nə ilə gedirəm və 3. Hara gedirəm? Güney Azərbaycan Milli Hərəkəti bu 3 suala cavab verməlidir. Birinci sualın cavabını vermişdir. Biz deyirik, Güney Azərbaycan Milli Hərəkəti fəalları olaraq eləyə bilərək ki, millətimizi bu yolda səfərbər edib azadlığa və səadətə çatdırıq. Bu aydın. Əsas 2 dənə suala biz cavab verməliyik. Arazımız nədir və nə istəyirik? Nə istəyirik təxminən bəllidir. Güney Azərbaycanda millət öz müqəddəratını təyin etmək istəyirik. Səadətə çatdırmaq istəyir. Səadətə çatmaq fərqli anlamlar da olsa öz aramızda, amma yəni bilirik ki, insan nə zaman səadətə çatır, nə zaman özgür hissi olur içində. Bunu da bilirik. Amma yolları düşünməliyik. Güney Azərbaycan Milli Hərəkətində bir böyük sorun budur. Biz yolları hədəflə aynı tuturuq. O üçün birisi ölmək üçün federalizmdən danışanda, birisi istiqlalçılıqdan danışanda bu ikisi birbirine düşmanca davranır. Düşman kimi davranmaqla davam etdirir. Nə üçün? Bunların hər birisini araç kimi baxmır, bir sonuç kimi baxır. Biz bunu dəyişdirməliyik. Örmək üçün, son zamanlarda Təbriz Araşdırmalar Mərkəzi tərəfindən çox gözəl bir təklif olmuşdur. Bir anayasa yazılmışdır. İran üçün və İranda federalizm üçün. Yanlış yerləri ola bilər, gözəl yerləri ola bilər. Amma əsas məsələ budur. Məsələyə biz çözüm qoymalıyıq. Fars tərəfindən bu məsələyə çözüm qoyulmuşdur. Və biz əgər gecə qalsaq, təbii ki, çox satlar əldən verəcək. Sözlərim yarım qaldı. İnşallah zaman olur, yenə də devam etdirirəm söhbətlərini. Sözlərimi bitirməyin bizim böyük bir şairimiz vardır. Şəhərlər falan olardı bilirsiniz. Amma bir dənə də İran əli ilə hər zaman boykot olunan Səhən deyə bir şairimiz vardır. Ki, sözlərin gəlir deyir və sonunda deyir, qoyun məhkum olun millətçiliyə. Və sonra anlatır ki, millətçilik, yəni millətini sevmək, kim millətini sevmir ki? Qoyun məhkum olaq bütün İrancıların tərəfindən bu düşüncəni daşımağa. Və təbii ki, son söz hər zaman da bilirikdə ki, böyük lider, hər zamanki atamız gözəl deyibdir. Bəlkə sözlərimin hamısını yekun elə bir dənə söhbətdir ki, mövzu vəzifətəndirsə, gerisi təfərrüat.